Deməli uşaqlar, burada sizin üçün vacib qeydlər hazırlamışam. Mən sizinlə bu günlərim sinonimlər haqqında danışacağam. Testlərimizdə qarşımıza çıxan ən vacib qeydlərə toxunacağam, hansı ki onlar bizə lazımdır. Sinonimlər maraqlı mövzudur. Sinonimlərdə mütləq sinonimlər var və nisbi sinonimlər var. Bunu deməli nümunələrin sonunda sizə izah edəcəm. Gəlin birinci baxaq sinonimlər nədir? Sinonimlər deyilişi və yazılışı müxtəlif olub, eyni məna verən sözlərə deyilir. Vacib qeydimiz uşaqlar burada var. Testlərdə qarşımıza çıxır. Sinonimlərin kökləri eyni olmalıdırmı? Xeyr, eyni köklü sözlər sinonim ola bilməz. Bu vacib qeydimizi diqqətimizdə saxlayaq. Yaxşı, bəs müəllimə, necədir ki, buna nümunə çəkə bilərsiniz? Bəli, gəlin burada nümunə çəkim. Uşaqlar, məsələn, yağmur, yağışlı sözlərinə baxın, kökləri eynidir. Biz bunu sinonim söz kimi götürə bilmərik. Sonra sevinç, sevincli sözlərinə baxın. Hər ikisinin kökü sevincdir. Ona görə də biz bu sözü sinonim kimi götürə bilmərik. Yağmur sözündə yağ, yağışlı sözündə yağ. Kökləri eyni olduğu üçün bu sözlər sinonim sözlər kimi qəbul edilmir. Sinonimlər mütləq eyni nitq hissəsi olmalıdır. Eyni nitq hissəsi ilə kökləri eyni, anlayışı bir deyil. Yəni eyni nitq hissəsi olmalıdır nə deməkdir? Məsələn, göyçək, necə göyçək? Bunu necə sualı cavab verdiyimiz üçün bu söz sifət sayıldı. Yəni nitq hissəsi olaraq sifət sayıldı. Göyçək sözünə yaxın mənalı söz seçirəm gözəl. Gözəl qız, necə qız, gözəl qız. Biz bu sözə də necə sualı verdik və nitq hissəsi olaraq sifət sayıldı. Göyçək qız, gözəl qız. Hər ikisinə necə sualı veririk və hər ikisi sifət sayıldı. Əgər sözlərimizə eyni sualı verib eyni nitq hissəsi olduğunu müəyyən ediriksə, bəli, onu biz sinonim götürə bilərik. Amma biri feil, biri sifətdirsə və yaxud biri isim, biri feildirsə, əsla biz onu sinonim kimi qəbul etmirik. Təkrar edirəm, sinonimlər eyni nitq hissəsi olmalıdır. Ya hər ikisi isim olmalıdır, ya hər ikisi sifət olmalıdır, ya hər ikisi feil olmalıdır. Biraz əvvəl dediyim kökləri eyni anlayışı o başqa bir şeydir. Yəni eyni sözlə başlayan, kökü eyni olan sözü biz sinonim qəbul edə bilmirik. Gəlin indi sinonimlərimizə, nümunələrə baxaq. Məsələn, igid sözünə sinonim yaxın mənalı söz seçək. İgid, cəsur, qorxmaz, qəhrəman. Burada var. Sonra bu sinonim sözdür. Hündür, uca boylu, yüksək. Bu da sinonim sözdür. Gözəl, qəşəng, göyçək, ziba. Bəli, ziba da gözəl, göyçək mənasındadır. Yaraşıqlı. Testdə bu sözlərimizi görəndə siz asanlıqla yaxın mənalı, yəni sinonim söz kimi götürə bilərsiniz. Sonra böyük, iri, nəhəng, əzəmətli götürə bilərsiniz. Ağıllı, dərrakəli, zəkalı, fərasətli. Bəli, bunlar da eyni mənalı, daha doğrusu yaxın mənalı sinonim sözlərdir. Sonra fəsil sözünə yaxın mənalı söz mövsümdür. Eynək sözünə yaxın mənalı söz gözlükdür. Kədər sözünə qüssə, qəm, qəhər yaxın mənalı sözdür, yəni sinonim sözdür. Sonra ağıllı sözünə dərrakəli, fərasətli biz bunu dedik. Sonra ağlamaq, sızlamaq, hönkürmək, bəli, bunlar da yaxın mənalı sinonim sözlərdir. Və burada çox da istifadə etmədiyiniz xəsis, baxın uşaqlar, deməli, haradaydı o? Keçdi. Baxaq. Baxın, uşaqlar, xəsis, xəbiş sözlərimiz var bizim. Deyəcəksiniz, ay müəllimə, xəbiş sözü nədir? Biz axı xəbiş sözü oxumamışıq. Xəbiş, xəsis, simic, qaraqarın, bəli, qaraqarın. Bunlar da yaxın mənalı sinonim sözlərdir. Deməli, ağlamaq, sızlamaq, hönkürmək yaxın mənalı sözdür, sinonim sözdür. Kədər, qüssə, qəm, qəhər yaxın mənalı sinonim sözdür. Təmiz, pak, arı yaxın mənalı sinonim sözdür. Sonra deməli sinonimlər haqqında başqa biz qeydimiz nə ola bilər? Dedik ki, eyni nitq hissəsi olmalıdır. Sonra kökləri eyni olan sözlər sinonim kimi qəbul edilə bilməz. Uşaqlar, bizim bir dənə də vacib qeydimiz var. Gəlin buna baxaq.
Deməli, uşaqlar, sinonim haqqında başqa bir vacib qeydimiz odur ki, sinonimlər bir nisbi ola bilir, nisbi. Bir də mütləq ola bilir. Bəs yaxşı, mütləq nədir, nisbi nədir? Mütləq odur ki, həmin söz cümlədə həmin sözü götürəndə öz yaxın mənalı sözünü yerinə qoyub əvəzləyəndə cümlədə heç bir pozuntu olmasın. Amma nisbi söz odur ki, o onu əvəzləyə bilmir. Məsələn, biz sinonimlərdən gözəl göyçək götürdük. Gözəl göyçək sözünü götürdük. Gözəl qız, göyçək qız. Bir-birini əvəzləyə bildi. Düzdür? Bu sinonimdir. Gözəl necə? Gözəl sifət, amma biz gözəl sözünə desək ki, gözəllik, gözəllik lık-lik şəkilsi isim yaradır. Sözlərin sonunda lik-lik şəkilsi görəndə əvvəli gözəl sözü olsa da necə desək də gözəl sözünə, amma gözəllik sözünə bütövlükdə nə sualı verdik. Ona görə bu sözümüz bizim isim sayılacaq. Baxın, bu gözəllik sözü isim sayılacaqdır. Gözəl göyçək bir-birini əvəz eləyir, amma gözəllik sözü gözəl sözünü əvəz etmir. Gözəl sifətdir, gözəllik isə isimdir. Sonra başqa, məsələn, ürək, könül, qəlb. Baxın uşaqlar, ürək, könül, qəlb, bəli, sinonim sözlərdir, yaxın mənalı sözlərdir. Amma biz buna deyirik ki, bunlar nisbi sinonimlərdir. Yəni, hər daim bir-birini əvəzləyə bilmir. Məsələn, həkimə getmişik, həkim bizə deyir ki, sənin ürəyin ağrıyır, dərman yazır bizə. Biz ürək sözünün yerinə həkim bizə deyə bilməz, sənin qəlbin ağrıyır. Qəlbi desək, bu biraz poetik səslənir. Yəni, düzgün deyil. Amma ürəyin ağrıyır sözü, bəli, yerində deyilmiş bir sözdür. Təkrar edirəm, ürək, könül, qəlb sözləri sinonim sözlərdir. Amma sinonimlər iki yerə bölünür. Mütləq sinonimlər, nisbi sinonimlər. Dərsliklərdə bunlar haqqında geniş məlumat yoxdur. Yəni, mən bunu özüm sizə vacib qeydlər kimi deyirəm ki, irəlidə, testlərdə siz əziyyət çəkməyin. Qarşınıza elə bir test düşər, liseyə gedərsiniz, çətinləşdirilmiş tipli sınaqlarda iştirak edərsiniz və sizdən soruşar ki, aşağıdakı sözlərdən hansı sinonimlər bir-birini əvəzləyə bilmir? Məsələn, bu tip sinonimlər ürək, könül, qəlb, bunlar nisbi sinonimlərdir. Yəni, bir-birini əvəzləyə bilmirlər. Sonra, yəni doğrudan da baxın, həkim deyir ki, ürəyin ağrıyır. Bir də var deyir ki, qəlbin ağrıyır. Qəlbi sözü biraz poetik səslənir. Sonra, yəni bir sözlə nisbi sinonimlər hər zaman bir-birini əvəz edə bilmir. Ürəyi ağrıyır, düzdür, qəlbi ağrıyır isə səhv fikirdir. Amma ümumilikdə deyiləndə ki, bunlar sinonimdir, bəli, sinonimdir. Təkcə sizdən sinonimləri soruşanda, bəli, siz ürək, könül, qəlbi sinonim kimi seçə bilərsiniz. Amma sualı belə qoysa ki, aşağıdakılardan hansı sinonimlər hər zaman bir-birini əvəz edə bilmir? Bəli, onda ürək, könül, qəlbi götürə bilərsiniz ki, bunlar hər zaman bir-birini əvəz edə bilmir. Başqa sinonimlərə keçək. Yeri gəlmişkən ürək sözü həm də çoxmənalı sözdür. Çoxmənalı sözdür, bilirik də, eyni yazılıb, müxtəlif məna verən sözlərə deyilir. Çoxmənalı sözlərdə digər ikinci tayı həmişə məcazilik təşkil edir. Yəni, biri həqiqi mənada olur, biri məcazi mənada. Məsələn, həqiqi mənada necə? İnsanın ürəyi var, həqiqi mənadadır. Amma məcazi mənada biz deyirik ki, dağın ürəyi olur, uşaqlar, xeyir olmur. Dağın ürəyi olmur. Hətta birdən deyirəm ki, məsələn mən qarpızın ürəyini vereyim. O ki, özəy yeri var, dadlı yeri. Bax, ona deyirik. Bu məcazi mənada deyilmiş sözdür. Buradan da bu qeydimizi yadımızda saxlayırıq ki, ürək sözü həm də homonim yox, antonim yox, çoxmənalı sözdür. Sonra bu cür çaşdırıcı qeydlərimizdən yenə deyim. Məsələn, uşaqlar qara sözü. Testlərdə çox qarşımıza çıxır ki, qara, siyah sözləri sinonim sözlərdir. Bəli, sinonim sözlərdir. Biz bunu sinonim söz kimi götürə bilərik. Amma vacib bir qeydimizi yenə unutmayaq. Hansı ki bizə deyiləndə ki, hansı söz sinonimlər bir-birini əvəz edə bilmir? Bayaq ki, ürək, könül, qəlb sözünü kimi qara siyah sözü də hər daim bir-birlərini əvəz edə bilmir. Yeri gəlmişkən qara sözü
Əsl Azərbaycan sözüdür. Azərbaycan sözüdür. Amma siyah sözü isə bizim dilimizə fars dilindən keçmiş, qısa yazıram, fars dilindən keçmiş alınma sözdür. Alınma sözdür. Yəni qara sözü bizim öz milli sözümüzdür. Siyah sözü isə bəli bilirəm türklərdə işlədir. Siyah rəng, qara rəng mənasındadır. Yəni bunun əsli belədir ki, siyah sözü fars dilindən keçmiş alınma sözdür və bu sözlər qara siyah sözünü aşağıdakılardan hansılar yaxın mənalı sözdür, sinonim sözdür dedikdə yenə təkrar edirəm. Ürək, könül, qəlb, qara, siyah, bəli bunları sinonim sözlər kimi götürürsüz, amma biraz daha çox bilmiş uşaqların savadını yoxlamaq üçün bir pillədə çətin sual salanda deyəndə ki, aşağıdakı sinonimlərdən hansılar bir-birini əvəz edə bilmir və yaxud da əvəz edə bilir? Əvəz edənləri seçirsiniz. Bunlar bir-birini hər daim əvəz edə bilməyən sözlərdir. Necə sözlərdir? Əvəz edə bilməyən sinonim sözlərdir. Sinonimlərdir, amma bir-birlərini əvəz edə bilmir. Necə? Məsələn, mən deyirəm ki, qara şalvar. Bir də deyim ki, siyah şalvar. Deyəcəksiniz ki, ay müəllimə, biz siyah şalvar deyirik axı. Deyirsiniz uşaqlar, bilirsiniz necə deyirsiniz? Çünki o türk sözüdür. Türklərdə siyah sözü bəli rəng əlamətindədir. Ona görə deyilir. Amma ümumilikdə, məsələn, ədəbiyyatımızda var ki, deyir ki, siyah telləri. Baxın, siyah telləri deyə bilirik, amma əsl bizim Azərbaycan dilimizdə, öz dilimizdən danışırıqsa siyah şalvar deyə bilmirik. Qara şalvar deyirik. Yəni buna nisbətən qara siyah sözləri bir-birini əvəz edə bilməyən sinonimlər kimi qeydinizdə, yadınızda saxlayın. Necə ki, ağ, bəyaz sözləri sinonim sözlərdir. Sinonim, bəli, ağ, bəyaz sinonim sözlərdir. Sinonim sözlərdir. Ancaq necə sözlərdir, necə sinonimlərdir? Nisbi sinonimlərdir. Yəni, bir-birini hər daim əvəzləyə bilmir. Məsələn, bir də başqa bir nümunə çəkim uşaqlar. Qırmızı sözünə diqqət edək. Qırmızı. Qırmızıya al şəfək də deyirlər. Al şəfək də deyirlər. Məsələn, mən deyirəm ki, al bayraq. Sonra al bayraq deyirik, düzdürmü? Amma al kofta deyə bilmirik. Al kofta deyə bilmirik. Deməli, buradan nə nəticəyə gəldik? Ağ bəyaz sözlərimiz sinonim sözlərdir, amma hər daim bir-birini əvəz edə bilməyən sinonimlərdir. Hələlik uşaqlar bu qədər. Biraz da motivasiya videosu qoyacağım sizin üçün. Yorğunluğunuz dinlənilsin. Məni dinlədiyiniz üçün biraz maraqlı videoya baxaq. Deməli uşaqlar, düzdür, burada ingilis dilində danışır, amma diqqət edin, aşağıda tərcüməsi var. Hello there, I'm Joy, and today I'd like to take you on a peaceful journey using the power of your imagination. Whenever I need to relax from strong emotions, or when I'm trying to fall asleep, I imagine I'm floating on a soft, fluffy cloud. Let's take a moment to close or lower our eyes and use our imaginations together. Picture this. You're lying down on a soft, cozy cloud. What color is your cloud today? Imagine it in as much detail as you'd like. This cloud is so incredibly fluffy that as you lie on it, you gently sink into its embrace. Feel the cloud touching your legs, your body, your arms. You're even resting your head on a cloud pillow. What does that feel like? Can you sense yourself sinking further, being cradled gently and peacefully by your comfy cloud bed as it floats in the gentle breeze? Perhaps you can even feel the warmth of the sun kissing your skin. Or maybe there's a soft,
soothing breeze brushing against your face. Take a few moments to enjoy this moment on your cloud. Feel all the relaxation and calmness it brings. When you're ready and feeling nice and relaxed, you can slowly open your eyes. Remember, you can visit your cozy cloud anytime you need to relax or find some peace. It's your special place of tranquility.